Salam, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə heç kimin tibb universiteti haqqında heç kimin danışmadığı gerçəklərdən danışacağıq. Heç bir kanalda bu mövzular haqqında video tapa bilməzsiniz. Ona görə sona qədər izləyin. Burada qeybət eləyəcəyik biraz. Biraz da hansı dərslərin keçildiyindən, dərslərin neçə saat, neçə dəqiqə keçildiyindən, fasilənin nə qədər olduğundan, imtahanlar necə olduğundan, müəllimlərdən, dərslərin çətinliyindən və s. hamısından danışacağıq. Heç narahat olmayın. Gəlin, bura qeyd eləmişəm. Tələbə nə idi? Həkim xəddimlə iyrənc bir şəkildə qeyd eləmişəm. Amma yəni baxacağam arada. Gəlin sizə ümumi məlumatlarla başlayım. Birinci kurs haqqında, çünki mən birinci kursu bitirirəm. Digər böyük kurslar haqqında inşallah o kurslara keçəndə sizə burada olaram və tövsiyə videosu çəkirəm. Amma hələlik birinci kurs tövsiyə videosu çəkirik. Gəlin danışaq qrup məsələsindən. Qrupda neçə nəfər olur? Qrupda normalda 10-12 nəfər olur, amma bizim qrupda məsələn 13 nəfər var idi. Müəllimlər deyirdi, sizdə bir nəfər artıqdır falan. Yəni maksimalı 13-dür deyəsən. Sonra dərslər haqqında danışım. Dərslər 2 yerə bölünür. Seminarlar, mühazirələr. Seminar nədir? Seminar sizin 13 nəfərlik, 12 nəfərlik qrupunuzla sadəcə o 12 nəfərlə girdiyiniz dərsdir. Müəllim sizə dərsi danışır. Ola bilər ki, sizdən bir şeylər, əvvəlki dərsləri soruşur və s. Qarşılıqlı bir şeydir. Mühazirə isə sizin patokunuz. Patoku da izah edeyim. Patok nədir? Patok 5-6 qrupla bir yerdə keçdiyiniz dərsdir. Hansı ki, mühazirə adlanır bu. Böyük otaqda oturursunuz 5-6 qrupla, hardasa bizdə 70 nəfər var məsələn patokda. 5-6 qrup birləşir və müəllim sizə mühazirə oxuyur. Yəni siz orada danışmırsınız. Ola bilər nəsə soruşsun, amma normalda sadəcə qulaq asırsınız. Bu qədər. O da 90 dəqiqə olur. Dərslər ümumiyyətcə 90 dəqiqə olur. Hazırlıqda 90 dəqiqə qalan insanlara görə fikirləşirdim ki, gələndə mənə çətinlik törətməz. Amma belə 90 dərəcə dərs olmaq və fasilən heç olmamağı məni aradan narahat eləyir. Yəni keçmir o 90 dəqiqədə, heç keçmir də. Fasilə heç olmasa hazırlıqda belə nəsə söhbət olurdu, gülürdük, eləyirdik, biraz keçirdi. Amma biraz deyəsən 15 dəqiqə çətin keçir. Niyəsə bilmirəm. Belə 30 dəqiqə fasilə olur. 30 dəqiqə fasilənin səbəbini də danışım sizə. Hələ birinci kursam normalda binalar arasında məsafə azdır. 30 dəqiqə böyük bir şeydir mənim üçün. Amma ki, gələn kurslarda, klinikalarda dərs keçəcəyik, başqa-başqa, Bakının başqa-başqa yerlərində klinikalar var, oralara gedəcəyik. Ona görə belə böyük bir fasilə var. 90 dəqiqə dərs, 30 dəqiqə fasilədir. Gəlin, toxunmuşkən tədris binalarından da sizə danışım. Ancaq birinci kurs haqqında danışa biləcəm, çünki mən onu təcrübə eləmişəm. Birinci kursda siz əsas binada, həmişə o şəklini gördüyünüz əsas binada dərs keçəcəksiniz. Bir də onun arxasında anatomiya korpusu var. Orada anatomiya və histologiya, bir də biologiya dərsi keçəcəksiniz. Ayda mövzunu açırıq. Sizə birinci kursda hansı dərslər keçdiyinizi danışmalıydım. Birinci. Nəysə. Tez bir şəkildə, əvvəlini unudun, tez bir şəkildə danışım ki, birinci kursda hansı dərslər keçirilir. Birinci kursda birinci semestr, əslində mövzunu açır. Birinci semestrdə keçəcəyiniz dərslər MPF2 ya da MPF1 olmağınıza görə dəyişir. Bu MPF1, MPF2 nədir? Müalicə profilaktika fakültəsi 1, müalicə profilaktika fakültəsi 2. Yəni, siz müalicə işi ixtisasında oxuyursunuz da, yəni tibb. Yəni, bunun universitetdəki adı MPF-dir, yəni müalicə profilaktika fakültəsi. Və bunu 2 yerə ayrılırlar. Siz balınızın fərqi yoxdur. Təxmini belə rastgələ 2 yerə ayrılırlar. Müalicə profilaktika 1, müalicə profilaktika 2. Mən MPF1-də təhsil alıram. Bunların fərqi nədir? Tədris olaraq heç bir fərqi yoxdur. Belə bir fərqi var. Dərslər fərqli vaxtlarda keçirilir. Necə? Məsələn, biz birinci semestrdə MPF1 olaraq İngilis dili dərsi keçirdik, biologiya dərsi keçirdik, anatomiya dərsi keçirdik, histologiya dərsi keçirdik, bir də seçim fənni olan fəlsəfə keçirdik. Fəlsəfə seçim fənnidir və fəlsəfənin əvəzinə bioetika ya da multikulturalizm seçə bilərsiniz. Yəni, ya fəlsəfə seçəcəksiniz, ya bioetika seçəcəksiniz, ya da multikulturalizm seçəcəksiniz. Bu, normalda seçim fənnidir, üçündən birini seçirsiniz. Amma bu il bizə niyəsə seçdirmədilər, bizə
Yəni bizə fəlsəfəni verdilər, bizim patoka direkt. Bizim patoka fəlsəfəni verdilər, bioetik olanlar da var idi, multikulturalizm. Yəni biz seçməmişdik bu il. Amma əvvəlki illərdə seçim olub, gələcəkdə necə olar bilmirəm. Fəlsəfə, tarix də var. Tarix də var. Bir də sayım. Fəlsəfə var, tarix var, ingilis dili var, biologiya var, anatomiya var, histologiya var. 6 fən keçilir. Bu fənlərdən ən vacibləri anatomiya, histologiyadır. Bir də əsas fənn olaraq biologiyada gedir. Bu bizdə MPF1-də birinci semestr, sentyabrdan yanvar ayına qədər keçəcəyiniz dərslərdir. MPF2-yə düşsəz necə olur? Siz bizim ikinci semestrdə keçəcəyimiz dərsləri birinci semestrdə keçirsiniz. Yəni mən məsələn ikinci semestrdə hansı dərsləri keçdim? Yenə anatomiya var idi, yenə histologiya var idi, yenə ingilis dili var idi. Amma fərqli olaraq bizdə nə var idi? Klinik bacarıqlar dərsi var idi. Dərslər yadıma, informatika dərsi var idi. Azərbaycan dili deyil, adyak. Azərbaycan dilində işgüzar kommunikasiya. Adını düz dedimsə, düzdür, adyak. Bir də ingilis dilini dedim, informatikanı dedim. Bilməm də siz başa düşdünüz. İndi bu fənləri MPF2 ilk universitetə gəldiyi vaxtda birinci semestrdə keçir. Amma biz ikinci semestrdə keçirik. Bizim də birinci semestrdə keçdiklərimizdə məsələn biologiya, fəlsəfə kimi fənlər onlar ikinci semestr keçir. Yəni MPF2 ilə MPF1-in belə bir fərqi var. Başqa da bir fərqi yoxdur. Yəni birinci kursun axırında ikimiz də eyni dərsləri keçmiş oluruq. Eyni dərsləri keçib bitirmiş oluruq. Amma fərqli vaxtlarda keçmiş oluruq sadəcə. Bu qədər. İndi isə binalardan danışım ki, çox insana da bu maraqlıdır. Əslində çox çətin deyil. Başda birinci alışa bilmirsiniz, oradan bura qaçırsınız, deyirsiniz ki, otağı taparam, dərsin yerini taparam və s. Amma çox çətin deyil. Sizə danışım ki, siz birinci kursda əsas binada dərs keçəcəksiniz. O, nə bilim, gördüyünüz şəkillərdə, videolarda gördüyünüz binada dərs keçəcəksiniz. Onun arxasında olan anatomiya korpusunda dərs keçəcəksiniz. Bir də əsas binanın, əsas korpusun qabağında latin korpusu adlandırdıqları binada dərs keçəcəksiniz. Orada klinik bacarıq dərs keçəcəksiniz. Klinik bacarıq nədir? Mənim, bilmirəm, videolarıma baxırsınızmı? Qısa shorts videolarımda iynə vurmaq, nə bilim, qan alma və s. kimi elə dərsləri klinik bacarıq dərsində keçirik. Sonra nədən danışım? Anatomiya korpusunda biz hansı fənləri keçirik. Anatomiya korpusunda birinci mərtəbədə anatomiya dərsi keçirilir, ikinci mərtəbədə histologiya, üçüncü mərtəbədə biologiya dərsi keçirilir. Əsas binada hansı fənləri keçə bilərsiniz? Əsas binada deyəsən qeyri-tibbi fənlərdir. Çünki əsas binada informatika keçirdik, adyak keçirdik, sonra ingilis dili keçirdik, sonra nə var? İnformatikanı da orada keçirdik və s. Belə fəlsəfəni də orada keçirdik. Əsas binada latin korpusunda isə klinik bacarıq dərsini keçirdik. Bir də mülki müdafiə deyə bir dərs var. Onda ikinci semestr keçirik. Mülki müdafiə dərsi üçün siz hərbi korpusa, hərbi mülki müdafiəni başqa bir yerdə keçirsiniz deyim. Xülasə. Belə bir şeylər. Gəlin indi isə ilk gündən danışaq. İlk gün, yəni öz təcrübəmdən danışım ki, ilk gün necə oldu, necə olmalıdır? Uşaqlar yazmışdılar ki, ilk gün qapıdan girəndən sonra nə edirik, xalat götürürükmü, nəyi götürürükmü falan. İlk gündən danışacağım. Ondan əvvəl danışım ki, siz ixtisasa qəbul olduqdan sonra, sizin tibb universitetinə qəbul olduğunuz mesajı gələndən sonra sizi qruplara salırlar. Tibb universiteti haqqında adminlər olur. Orada adminlər sizin suallarınızı cavablandırır və s. Sonra universitetə bilmirəm nə qədər qalmış, bir həftə qalmış, 2 həftə qalmış deyəsən, sizin qrup yoldaşlarınız elan olunur və siz qrup yoldaşlarınızla bir-birinizi tapıb bir yerdə qrup yaradırsınız. Və o qrupda danışırsınız ki, birinci gün biz harada görüşəcəyik. Tövsiyə edirəm ki, qrup yoldaşlarınızla həyətdə görüşün, toplaşın, sonra bir yerdə dərsə keçin. Tək-tək otağı tapmağa çalışmayın. Biraz problem ola bilər bu sizin üçün. O hissəsində danışım ki, otağı necə tapırsınız. Qrup yoldaşlarınızla birləşirsiniz, sözləşirsiniz, birləşirsiniz, sonra bir yerdə gedirsiniz otağı tapmağa. O necə olur?
Koridorlarda nəzarətçilər olur və o nəzarətçinin əlində kağız olur. Onlar dəqiqliyi ilə bilirlər ki, sizin qrupunuz hansı otaqda dərsdə olmalıdır, nömrəsindən. Və siz koridorda deyirsiniz ki, məsələn, hər kafedranın öz korpusu var da, məsələn, fəlsəfə 3-cü mərtəbədə idi bizdə. Fəlsəfə kafedrasına girdiniz, orada bir nəzarətçi olur. Nəzarətçiyə qrupunuzu deyirsiniz, o da deyir ki, məsələn, 5-ci otaq. Buradan keç, 5-ci otağa get. Sən də belə 5-ci otağa gedirsən. Yəni, anksiyetəni tutmağına, gerilməyinizə, utanmanıza heç bir şeyə ehtiyac yoxdur. Sadəcə birinci gündə olmur. Bu nəzarətçilər siz unutmayana kimi haradasa 2 həftə falan orada olurlar. Yəni, hər dəfə soruşanda da təkrar soruşsanız da sizi cavablandırırlar və otağı deyirlər. Çünki onların işi odur. O vaxt onların işi siz kağıza baxıb sizin hansı otaqda dərs keçməli olduğunuzu deməkdir. Bu qədər. Yoruldum. Hər şey deməyə çalışıram, amma hər şey bir-birinə qarışır. Danışmalıyız çox şey var çünki. Çox şeydən danışmaq istəyirəm sizə. Düşünün, başqa ilk gündən danışdım. Çanta mövzusundan danışım ki, ilk gün siz nə gətirməlisiniz? İlk gün xalat, qalpaq gətirsəz yaxşı olar. Çünki dərslərdə xalat geyinilir, qalpaq anatomiya kafedrasına girişdə tələb olunur. Anatomiya dərsində, anatomiya kafedrasına girəndən sonra siz qalpaqda olmalısınız. Əgər həmin gün anatomiya dərsiniz varsa gətirin. Olmasa da gətirin, birdən cədvəl dəyişər və s. Sizin xalatınız, qalpaqınız həmin gün yanınızda olsun. Dəftər kitaba heç nəyə ehtiyac yoxdur. Ümumiyyətlə, onu da deyim ki, sizin universitetdən əvvəl kitab almanıza çox da ehtiyac yoxdur. Yəni, ola bilər ki, sizə qeyri-tibbi fənlərin kitabını satmağa çalışsınlar ki, bu kitablar mütləq olmalıdır falan. Sizin heç bir kitaba ehtiyacınız yoxdur. Təhsil deyim ki, anatomiya kitabı ola bilər ki, anatomiya kitabı əvvəldən tapsanız, o yararlıdır anatomiya kitabı. Bir də histologiyadan kitab tapsaz, olar, ala bilərsiniz. Yəni, digərlərinə kitaba çox da ehtiyac olmur. Yəni, belə deyim də qısası, yəni, çox açmıram mövzunu. Sadəcə, yəni, anatomiya və histologiyadan kitab tapsaz, bəsdir. Qalanlarını universitetə gələndə müəllim sizə deyəcək nə almalı, nə şey eləməli olduğunuzu. Bu qədər. Bu mövzuda da bu qədər. Nə gətirməlisiniz? Heç nə gətirməyinizə ehtiyac yoxdur. Xalatla qalpaqdan başqa dəftər gətirəsiniz, bir də ruçka gətirəsiniz. O da nə almalı olduğunuzu yazmağa. Onsuz hamıda telefon var, telefona yaza bilərsiniz. Biri iləri qrupa yaza bilər. O qələm və kağıza da çox ehtiyac yoxdur əslində, amma istəsəz gətirə bilərsiniz. Sonra ümumiyyətcə danışsam ki, çanta mövzusunu soruşmuşdular ki, biz necə çanta götürək və s. Mən bel çantam da var, kiçik çantam da var, orta boy çantam da var. Necə istəyirsiniz elə, amma məsələn, normalda kitab ölçüsünü sizə necə göstərə bilərəm? Kitab ölçüsünü göstərim sizə bir dəqiqə. Göstərə bilmədim. Unutmuşam, mən rayona aparmışam bütün kitablarımı, atlaslarımı, hər şeyimi. Yəni, videolarda görmüş olarsınız mənim atlasımın böyüklüyünü. Atlas aparmağa çox da ehtiyac yoxdur. Planşet alsaz ya da telefonunuz olsa ya da kompüteriniz, notebookunuz varsa, ona yükləyə bilərsiniz PDF-ini və oradan asanca baxa bilərsiniz. Yəni, problem yoxdur. Toplu boyda da kitablar olur, dərsliyiniz boyda da kitablar olur və birdən olur ki, hər ikisi eyni vaxtda sizə lazım olur universitetdə. Ona görə mənim bel çantam var. Şəxsi fikrimi deyim ki, mənim bel çantam var. Və çox adamda bel çantası var və heç kim onu, yəni, utanılacaq bir şey deyil, heç kim onu qəribə qarşılamır. Yəni, balaca çanta da götürə bilərsiniz. Elə gün olacaq ki, məsələn, ingilis dili fənniniz var, anatomiya və histologiya yoxdur da, orada çox kitab aparmanıza ehtiyac yoxdur. Məsələn, kitab aparmayacaqsınız. Sadəcə xalatınızı qolunuza taxıb gedəcəksiniz universitetə. Yəni, belə günlərdə olacaq. Yəni, balaca sumka istəyirsiniz, belə sumkası, yəni, o sizin keyfinizə baxıb, yəni, kitabları görürsünüz. Kitab bəzən aparmaq lazım olur, amma əlinizdə də apara bilərsiniz. Yəni, bu da bir seçimdir. Yəni, burada mənim deyə biləcəyim bir şey yoxdur ki, mütləq bu çantanı alın, mütləq o çantanı alın. Belə bir şeylər deyə bilmərəm. Keyfiniz necə istəyir, elə eləyin. İndidən deyirəm ki, böyük kitablarınız ola bilər. Çox danışdım. Çox danışdım. Biz robot kimi danışmamağa çalışıram ki, siz sıxılmayasınız, amma belə deyiləcək bir neçə məlumat var da, onu belə deyirəm.
Planşet alıb almamaqla bağlı, hansı planşeti almaqla bağlı, kompüter mi yaxşıdır, planşet mi yaxşıdır deyə yazanlar da olmuşdu. Ümumi bir məlumat verim ki, siz o planşeti və s. dərsdə baxmağa görə, atlas gətirməyib baxmağa görə istəyirsinizsə, Anatomiya kafedrasında telefona və planşetə və başqa elektron cihazlara qadağandır. Yəni, olmaz telefon. Və bu çox ciddi bir məsələdir. Dəhşət ciddi bir. Qəti bir şəkildə o kafedrada telefondan istifadə eləməyin. Onsuz zaten seminarlarda bəzi müəllimlər olur ki, telefonları yığır, bəziləri yığmır, amma siz qəti şəkildə əlinizdə telefon olmamalı. Çantanıza qoymalısınız, o kafedrada olduğunuz müddətcə telefonu açmamalısınız, heç bir şeyi çəkməməlisiniz. Yəni, anatomiya kafedrasında çəkiliş də olmaz, telefon da qadağandır və s. Belə bir şeylər. Ona görə də məsələn siz morqdan görüntülər görmürsünüz, çünki telefon qadağandır. Ona görə də mənim vloqlarımda, zaten bir dənə vloqum var Tibb Universitetindən bağlı. Orada mən anatomiya kafedrasının qabağında telefonda sizdən sağollaşıram ki, sağ olun, mən anatomiya dərsinə gedirəm, amma sizi burada qoyuram, çünki telefon qadağandır, orada çəkiliş eləmək istisna hallardan başqa qadağandır. Yəni, müəllimlə falan şəkil çəkdirə bilərsiniz maksimum. O da sonda, semestrin sonunda falan. Bu qədər. Bu mövzu da bu qədər. Bu mövzuda da deyim ki, yəni planşeti ona görə istəyirsinizsə olmaz. Amma planşeti normal günlük istifadəyə, not tutmağa falan görə istəyirsinizsə, düzü mən planşetim olmayıb. Kompüterimi planşetmi desəz, mən bilmirəm. Hələ ki ağırlığına görə fikirləşirəm ki, normalda mənim kompüterim də ağır deyil əslində. Amma planşeti daha üstün görürəm. Planşetlə not tutmaq, yazı yazmaq həm ağır deyil, həm PDF-lərə oradan yaxşı baxa bilərsiniz, həm üstündə yaza bilərsiniz və s. Planşeti üstün tuturam. Hansı planşet olduğunu əslində bir neçə ay əvvəl Instagramda mən storyya qoymuşdum ki, təcrübəsi olan uşaqlar, Tibb Universitetindən uşaqlar yazsınlar ki, hansı planşet yaxşıdır və s. Ona anket şəklində eləmişdim. Uşaqlar ora tövsiyələrini yazmışdı. Önə çıxanlarımda, Instagram önə çıxanlarımda baxa bilərsiniz. Planşet tövsiyələrinə orada yerləşdirmişəm. Bu qədər. Yəni, başqa tövsiyəm yoxdur və təcrübə eləmədiyim üçün planşet tövsiyəsi verə bilmərəm. Mənim kompüterim MacBook-dur, amma belə fərqli bir özəlliyi də yoxdur. Yəni, sadəcə PDF-i aça bilən bir planşet ya kompüter olsa, yəni, bir də sərbəst işlərinizi hazırlaya biləcəyiniz bir şey olsa, telefonla da hazırlaya bilirsiniz bu arada. Yəni, direkt sizə, mütləq sizə planşet ya da kompüter lazımdır deyə bir şey də yoxdur. Çox danışıram. Amma bütün detayları deyirəm də. Yəni, əvvəl baxdığım videolarda belə detaylar vermirdilər deyə mənim ağlımın bir künclərində bir suallar qalırdı. Amma istəmirəm ki, sizin ağlınızın bir küncündə suallar qalsın. Amma bu video çox uzun olacaq. Amma siz izləyərsiniz də. Gəlin biraz da dərslərin çətinliyindən danışaq. Dərslər çətindir. Hətta belə sizə belə qorxuducu bir şeydən danışım, amma qorxmayın. Çünki mən sağamışam və xoşbəxtəm. Düşünün, atlatmışam yəni o hissəni. Belə bir şey deyim ki, ilk 2 ay mən özümə gələ bilmədim. Əvvəlki sentyabr, oktyabr aylarına da düşsəz, görərsiniz ki, mən depresyonda reelslər paylaşıram. Bilsəm gəlməzdim storyləri, heç kim belə çətin olduğunu deməmişdi şeyləri və s. Həqiqətən də ilk gəldiyim 2 ayda özümə gələ bilmədim. Çünki biologiya, fizika, kimya oxumuş abituriyentlərik. Yəni birdən-birə anatomiya, latınca deyə bir şeylə qarşılaşıram. Histologiya deyə bir fənlə qarşılaşıram. Mənə müəllimlər verdikcə verir, ilk gündən dərs verir falan. Deyirsən ki, mən hara düşmüşəm də, heç kim belə danışmamışdı, gülürdülər, elərdilər, hamı xalatını geyinib şəkil gətirirdi. Yəni, çox açıq deyim, belə hiss edirsən. 2 ay özünə gələ bilmirsən. Özünə gələnə kimi dərslər görürsən, güya yaralanıb, hamı müəllimlər keçib, gedib hər şey falan. Amma sizə ürək rahatlatıcı bir şey də deyim ki, hamı üçün elədir. Hamı üçün yenidir, hamı üçün çətindir. Bəli, dərslər çətindir. Demirəm ki, qeyri-tibbi fənlər çətindir. O, məsələn dedim ingilis dili, məsələn dedim tarix, məsələn dedim biologiya və s. də, indi saymıram hamısını. Onlar heç çətin deyil. Yəni, rahatlıqla heç narahat olmayın. O mövzuda, o fənlərdən heç narahat olmayın da, heç yeri yoxdur fənlərdən narahat olmağınızın.
rahatlıqla keçirsiniz o fənləri. Amma ki anatomiya və histologiyanı oxumanıza, yəni reallıqdan danışaq oxumanıza ehtiyac var. Hər gün əlaçı olmaq istəyirsinizsə, hər gün o fənləri hər dərs veriləndə dərsdən dərsə oxumalısınız. Belə bir məsələ var, çünki anatomiya və histologiya həqiqətən də çətindir, amma siz hər gün oxuduğunuz müddətcə elə bir çətinliyi yoxdur. Çətindir də deməyim əslində. Material çoxdur. Məsələn, 10 səhifə müəllim dərs verir anatomiyadan. Məsələn, birinci dərs gələcəksiniz universitetə, ilk dərs gününüzdür. Görəcəksiniz ki, müəllim sizə 10 səhifə dərs verdi. Realını danışaq, belə bir şey yaşanacaq, yəni. Reallıqdan danışaq. Amma ki, yəni, sağam, buradayım. Yəni, mən heç nə olmadı. Yəni, ötdü keçdi o dövrlər. Çünki o heç problem yoxdur. Normal günlük dərsinizi ən az gündə 2 saat. Bax, 2 saat, çox demirəm. Günlük 2 saat dərs oxusanız, zaten o 10 səhifəni 1-2 saata oxuyub öyrənmək olur. Zaten onu da 10 səhifəndə bir günə vermirlər. 10 səhifəni, məsələn, həftədə 3 dəfə olur anatomiya, həftədə 3 dəfə, hər dərs 10 səhifə olursa, məsələn, histologiyada 2 dəfə idi bizə həftədə. Yəni, belə də, yəni 10 səhifə, 15 səhifə maksimum, ola bilər birdən çox olsun. Amma hər gün 2 saat oxusa, siz əlaçı ola bilərsiniz. Çalışın ki, dərsi günü-gününə oxuyun. Yəni, həqiqətən də günü-gününə oxuyun. Sonra altından çıxmaq olmur. Yəni, bunu təcrübə eləmiş biri olaraq deyirəm ki, altından sonra çıxmaq olmur. Heç yəni, heç. Çünki çox material var. Yəni, sizin onları oxumağa çox vaxtınız lazımdır. Günü-gününə oxusanız heç bir problem yaşamayacaq. Hətta əlaçı ola bilərsiniz. Çox da çətin deyil. Sadəcə material çoxdur. Hər gün oxumalısınız. Sizə bu reallığı biri deməlidir ki, hər gün 2 saat. Hər gün oxumalısınız, yox. Hər gün 2 saat oxusaz, əlaçı ola bilərsiniz. Keyfiniz istəyir, bu həftə, məsələn, hər gün 2 saat oxumayın, bazar günü 8-10 saat oxuyun, bazar günü bütün gün oxuyun, 6-cı gün bütün gün oxuyun. Yəni, o sizin keyfinizə baxır, amma günlük 2 saat oxusanız sizin üçün daha verimli və faydalı olar. Bəli, bu qədər. Biraz da unuttum anatomiya kafedrasından danışandan, morqdan danışım. Morqu soruşanlar çox olmuşdu. Çünki morqdan video çəkilmir, telefon qadağandır və hamını bu maraqlandırır ki, necə bir yerdir, nə baş verir orada, biz ora nə vaxt gedirik. Siz ora əzələ dərsini keçəndə gedirsiniz anatomiyadan. O da hardasa oktyabrın ortalarına falan uyğun gəlir. Belə anatomiya korpusu dedim sizə. Birinci mərtəbədə anatomiyadır. Onun aşağı inirsiniz. -1-də morq var. -1-də morqda düzünü deyim, meyiliyi çox hiss eləmişsiniz. Yəni, mən bu dəqiqə soruşsaz ki, meyid necə ilənir? Mən təzə meyid görməmişəm. Yəni, necə deyim, belə qanlı bir şeylər görmürsünüz. Heç də narahat olmayın. Qanlı heç bir şey görmürsünüz. Sizə təsəvvürünüzə gətirə bilməzsiniz, amma türkçə kadavra yazsaz, kadavra, YouTube-a kadavra yazsaz o meyitləri görə bilərsiniz. Yəni, elmdə istifadə olunan, anatomiya dərslərində istifadə olunan xüsusi meyitlər olur. Yəni, üstündə işlənilmiş, formalində saxlanılmış meyitlər olur. Yəni, normal insan, yəni təzə meyit görmüş hissi yaşamırsınız. Yəni, maket kimi hiss elətdirir o sizə, amma realda, amma belədir də. Və formalin niyə birdən adamın burnunu axtırır, birdən gözün yaşarır. Çox duranda amma çox durmursunuz. Yəni, orada 15 dəqiqə, 20 dəqiqə müəllim sizə onları göstərir. İlk morq getməyinizdən danışım. Bəs iyi adamı narahat eləyir, amma meyid iyi deyil. Adamı narahat eləyin, adamı narahat eləyin, formalin iyiydi belə. Spirta oxşar, spirtdən daha tünd kimi bir iyiydi. Gedirsiniz, morqa düşürsünüz və orada üstünü açırlar meyidin. Amma meyid çox da qorxuducu deyil. Yəni, mən qorxaq biri idim normalda, amma deyiləm artıq. Çünki heç də narahat olmadım. Görürsən ki, müəllim rahatdır, uşaqlar rahatdır. Özün də alışırsan ki, hamı rahatdır da, mən niyə narahat olum ki burada məsələn. Siz oktyabrın ortalarında o meyitlə qarşılaşacaqsınız. Əgər tibb universitetinə gəlirsinizsə, Qarabağ Universitetində deyəsən yox, Qarabağ Universitetində hələ ki morq yoxdur. Bu
qeyd eləmək istəyirəm ki, mən siz qorxasınız deyə bu mövzuları danışmıram. Mən siz biləsiniz deyə deyirəm ki, gələndə şoka düşməyəsiniz bu mövzuların çətinliyinə falan. Mən şəxsən yaşıma biri əvvəldə deyərdi ki, ilk 2 ay sizin adaptasiya müddətiniz olur. Yəni çətin gəlir insana, amma alışırsan. Yəni çətin deyilmiş heç. Sadəcə yenilik bir şeydir deyək, yeni bir şeydir hamımız üçün. Ona görə biraz adama çətin hiss elətdirdiyi olur. Yəni biraz gerçəklərdən danışmaq istəyirəm. Çünki heç kim bu mövzuda məni şey eləməmişdi. Tövsiyə verməmişdi ki, belə olacaq. Deməmişdi heç kim. Özünü başqalarıyla müqayisə eləmək məsələsi. Bilirəm ki, tibb universitetinə qəbul olmaq qabiliyyətinə, potensialına sahib insanlarsınız deyə siz ömrünüz boyu hər yerdə seçilibsiniz. Öz oxumağınızla, öz potensialınızla, öz ağıllılığınızla, bunu pis mənada demirəm. Yəni siz heç bir çaba göstərmədən müəllimlər sizi tanıyıb, başqa uşaqlar sizi tanıyıb. Siz hər yerdə seçilmiş uşaq olubsuz. Amma düşünün ki, bu şeyləri yaşamış hər kəslə bir qrup olursunuz. Hər kəslə eyni yerə gəlirsiniz. Və açığını deyim ki, təəssüf ki, burada seçilmək elə də asan olmur. Hamı eyni, zaten hamı seçilib gəlib və başlarda yox, ümumiyyətcə əsla heç kimi özünüzlə belə müqayisə eləməyin. Yəni bu səhvi özünüzə eləməyin. Çünki bu sizi çox yoracaq. Çünki həmişə ən yaxşısı var bu universitetdə. Ola bilər siz də ən yaxşısı olarsınız. Amma sizdən geridən gələnlər belə gəlib sizi ötə bilər. Sizin müqayisəniz başqalarından yox, özünüzlə olmalıdır. Bir gün əvvəlki sizlə özünüzü müqayisə eləməlisiniz. Əsla bu səhv eləyib başqalarından özünüzü müqayisə eləməyin. Çünki dediyim kimi, hamınız seçilib gəlmiş uşaqlarsınız və hamınızın bir özgüvəni var və hamı düşünür ki, mən daha yaxşıyam, o deyir, mən daha yaxşıyam, amma hamınız altını doldurursunuz da bu sözünüzün. Amma ki, müqayisə eləməyin bir-birinizi. Özünüzün ən yaxşı versiyası olmağa çalışın, özünüzü özünüzlə müqayisə edin. Öz yolunuzda öz addımlarınızı qurun. Yəni, müqayisə bəli, bəzi mövzularda yaxşıdır ki, siz dərs oxuyasınız falan, amma heç bir şəkildə müqayisə aparmayın. Yəni, nida 3 dənə. Yəni, o qədər ciddi bir məsələdir müqayisə aparmamanız. Bir də demək istəyirəm ki, gözləntilərinizi azaldın. Mən bina mənasında demirəm bunu. Təbii ki də, zaten özünüz videolarda görürsünüz, tibb universiteti çox əvvəldən olan bir universitetdir. Yəni, yeni bir universitet deyil də. Bunu öz gözünüzlə zaten görürsünüz. Mən bina haqqında demədim ki, gözləntilərinizi azaltın. Mən deyirəm ki, tələbəlik haqqında olan gözləntilərinizi azaldın ki, siz indi düşünürsünüz ki, ay toz pəmbə, ay tələbəlik həyatı, ay nə bilim gəzəcəm, ay mən artıq böyük bir insanam, ay mən nə bilim belə elə bir şeylər yoxdur. Təəssüf ki, yoxdur deməyim. Sizə qızıl qabın içində belə bir tələbə həyatı verilmir. Bura gələndə tələbə həyatını özünüz yaradırsınız. Yəni, öz tələbə həyatınızı, öz əyləncənizi, öz dərs oxuma metodunuzu, bu, necə deyim, tarazlığı özünüz yaradırsınız. Təəssüf ki, öz hobbilərinizi də özünüz yaradırsınız. Heç kim sizə gəlib, yəni, gözəl, əyləncəli bir tələbə həyatı vermir. Bunu siz özünüz eləyirsiniz. Bura gələndə heç kəs sizi tanımır. Ola bilər ki, seçilibsiz, ola bilər ki, yaxşı potensialınız var ki, bu universitetinə qəbul olmaq. Amma düşünün ki, onların da var zaten. Ona görə siz bura gələndə seçilmirsiniz. Siz seçilmək üçün bir şeyləri bacarmalısınız, bir şeylər eləməlisiniz. Bir şeylər eləmək dediyimdə odur ki, elmi işlə məşğul ola bilərsiniz, konferanslarda iştirak edə bilərsiniz buna görə də. Və siz bir şeylər eləyərək, təəssüf ki, acı bir gerçəkdir ki, bir şeylər bacararaq siz seçilə bilərsiniz. Çünki burada itib batır insan. Çünki bir şeylər bacarmamış seçilə bilmirsən öz oxumağınla. Heç kimə çox da maraqlı olmur sənin oxumağın. Hətta onu deyim ki, o gerçəyi deyim ki, reallığı deyim ki, müəllimlər üçün adınız belə maraqlı olmur bəzi müəllimlər üçün. Çünki o müəllimlər çox şagird görür. Çünki siz, məsələn, bilmirəm, indi neçə nəfər qəbul edirlər tibb universitetinə. 500 nəfər birinci kursdan müəllimlərin, yəni, hansı nə qədər şagird görür,
adını hardan bilsin məsələn. Adın ona maraqlı da olmur. Amma demək istədiyim odur ki, həm tarazlığı qoru, həm də boş keçirmə. Sadəcə dərslərlə keçirmə tələbəlik illərini. Məsələn, onu deyim ki, universitetin klublarına qoşula bilərsən. Teatr klubu var, məsələn, ən aktiv olanlardan. Sonra debat klubu var, idman klubları var, ayrı-ayrı, voleybol, futbol, indi mən onları dəqiq bilmirəm, amma var yəni. İdman, şahmatda var məsələn, idman növləri var və s. belə klublar var universitetdə. Onlarla məşğul ola bilərsən, ingilis dili öyrənə bilərsən. Hansı ki, ingilis dili çox faydalıdır. Məndən soruşanlar var idi ki, tədris ingiliscə yazmalıyıqmı? Tədris ingiliscə haqqında nə düşünürsən? Mən yəni tədris ingiliscədə oxuyan birinlə danışmamışam, nə də təcrübə eləməmişəm. Amma tibb universitetində oxuyan biri olaraq, bu tibblə biraz məlumatım olaraq, yəni anatomiya, histologiya oxumuş biri olaraq deyirəm ki, məlumat daha çoxdur xarici ədəbiyyatlarda, xarici atlaslarda. Məsələn, yeniliklər çıxır, o yeniliklər xarici dildə olur. Yəni, o bizim dilə çevrilənə qədər illər keçir. Sən indiki yenilikləri öyrənmək üçün sən xarici dili bilməlisən ki, məqalələri, xəbərləri, məlumatları o dildə oxuyasan. Ona görə də tədris ingiliscə mən çox tövsiyə görürəm. Çünki ola bilər ki, çətindir. Yəni, təbii ki də çətindir. Amma ki, xarici dildə tibb oxumaq sizi bir addım iləri aparır. Hansı ki, sizin xarici dildə mənbələrə əlçatanlığınız olur. Xaricə getmə şansınız artır. Çünki siz xarici dildə bilirsiniz və s. Gəlin, indi universitetdə mühit, qrup yoldaşları, münasibətlərdən falan danışaq. Hansı ki, demək istəyirəm ki, siz universitetə gələndə bilirəm ki, mən düşünmüşəm bu haqda. Düşünürsünüz ki, tibb universitetinə qəbul olan profili ağlınızda bir cür insandır. Amma bir cür insan deyil. Burada yəni 1000 cür insan var, hər xasiyyətdən insan var. Görürsən ki, məsələn, ağlında düşündüyün odur ki, ağıllı uşaqlar gəlir, nə bilim, intellektual, çox çalışan, sadəcə vaxtını dərsə verən uşaqlar bura gəlir. Elə bir şey yoxdur. Hər cür insanla qarşılaşa bilərsiniz. Elə insanlar olub ki, məsələn, heç çalışmayaraq deməyim, az çalışaraq gəlib, vaxtını başqa şeylərə də ayırıb, elə insanlarla da qarşılaşa bilərsiniz. Çünki onlar məsələn oxuduqlarını bir dəfə qavrayan insanlar olur. Görürsən ki, bütün hobbiləri var, hər şeyləri var ümumiyyətcə. Amma bəziləri çox çalışıb, sadəcə dərs çalışıb falan. Hər cür insan var. Paxıl insan da var, nə bilim cahil insan da var. Hər cür insanla deyirəm ki, qarşılaşacaqsınız. Ona görə ilk dəfədən heç kəsə güvənməyin. Yəni dostunuz olsun deyə dostlaşmağa çalışmayın heç kəslə. Yalnızlıq sultanlıqdır. Yəni ona görə biraz müşahidə aparın, biraz özünüzə vaxt verin. Həm qrup yoldaşlarınız mövzusunda, həm ümumi universitet mühiti mövzusunda özünüzə müşahidə aparın, vaxt verin özünüzə onları tanımaq üçün. Yəni belə səmimi olmağa çalışmayın tez bir şəkildə. Yəni belə bir şeylər. Bu tələbə tiplərindən danışım sizə. 1000 cür tələbə var. Bu tələbə tiplərindən biri ağlayıb 100 alan tələbə tipidir. O tələbə axıra kimi ağlayır, imtahana kimi ağlayır ki, bunu oxumamışam, onu oxumamışam, vallahi oxumamışam. Sən də rahatlaşırsan ki, hə, o 100 alır, o əlaçıdır, o bugünə kimi oxumayıbsa, mən problem yoxdur, mən də bugün oxumasam da olar. Amma inanmayın, heç kəsə inanmayın dediyim kimi, siz özünüzü qarantiya alın, dərsinizi gününə dərsinizi al, oxuyun, düşünməyin ki, ay inek öğrenci deyəcəklər, ay nə bilim oxuyan uşaq, ağıllı uşaq deyəcəklər səni. Yəni onu demək istəyirəm ki, vaxtında dərsinizi oxuyun. Yəni ola bilər ki, düşünərsiniz ki, qrup yoldaşlarım məni utandırar, deyərlər ki, müəllimin gözünə girməyə çalışırsan. Bəli, müəllimin gözünə girin. Yəni bəlkə müəllim sizə qiymət vermir. Siz imtahan sistemindən də danışacağam. Müəllim sizin qiymətinizdə böyük rol oynamır. Çünki imtahanlar kompüter sistemi ilə keçirilir. O ayrı məsələ. Müəllimin gözünə girmək məsələsi də ondadır ki, vaxtında dərsinizi oxuyun. Çünki imtahanda sizə heç kim kömək eləməyəcək. İmtahanda kompüterin qarşısında siz qalacaqsınız ancaq. Ona görə ağlayanlara, mən oxumadım heç nə, mən belə elədim deyənlərə fikir verməyin. Siz öz dərsinizi qarantiya alın. Yəni garantiləyin ki, mən bu dərsi oxumuşam, mən imtahana hazıram. Yəni qulaq asmayın, ya da müqayisə eləməyin. O oxumayıbsa mən də oxumuyum. O 100 alır, oxumayıb, deməli mən də keçəcəm rahatca falan eləməyin. Onlar hər cür şey eləyirlər.
Yəni sadəcə demirlər. Yəni elə insanlar var. Təəssüf ki var. Müəllimlər çox şagird görür. Yəni müəllim ola bilər ki, sənin adını bütün semestr boyu sənin adını belə öyrənməmiş olarlar. Bu normal bir şeydir. Sadəcə çalış ki, sən vaxtında dərsini öyrənəsən, dərsini müəllimə cavab verəsən. Yəni belə bir başqa bir problem yoxdur. Adını bilməsə də olar müəllim. Yəni çox da müəllimləri ciddiyə almayın, çox da belə üstünüzə götürməyin, şəxsi qəbul eləməyin adınızı bilməməyini. Çünki çox şagirdlərlə qarşılaşırlar. Yəni çətin müəllimlərlə də qarşılaşa bilərsiniz. Belə mələk kimi müəllimlərlə də qarşılaşa bilərsiniz. Yəni mələk kimi müəllim deyəndə yadımın, gözümün qabağına gələn o müəllimləri indi qucaqlamaq istəyirəm. Mən müəllimlərimi çox istəyirəm. Şans mənə elə müəllimlər gətirib. Ola bilər ki, bəzi belə kaprizni, öz dilimizdə danışaq, belə ciddi, çətin müəllimlərlə də qarşılaşa bilərsiniz. Amma onu deyim ki, yola verin. Yəni həqiqi mənada yola verin. Yəni sizə heç bir mənası yoxdur müəllimlə problem yaşamağın. Heç bir problem yoxdur da. Zaten müəllim sizə qiymət vermir. Rahat olun. Yəni rahat olun. Müəllimi tanımağa çalışın. Çətinsə yəni münasibət yaratmağa çalışın. Yəni yumuşatmağa çalışın ortamı. Başa düşürsünüz? Yəni dalaşmaq, problem yaratmaq sizə heç nə qazandırmır. Yəni evdə gəlib öyrənirsiniz ki, heç nə qazandırmadı bu sizə. Yəni yola versəz daha yaxşı olardı. Ona görə də hər cür müəllimlə yola getməyə bacarın. Ola bilər ki, yaxşı müəllim sizin yolunuza çıxsın, ola bilər ki, çətin müəllim sizin yolunuza çıxsın. Amma belə də yola verin. Sadəcə bu mövzuda da sözüm budur. Amma mən çox danışdım, çox danışdım. Doluymuşam. Bu like atın videoya. Biraz da yorum yazın. Biraz qəşəng yorumlar yazın. Abunə olun bir də, abunə deyilsənsə. Çox sağ ol. Sağ ol like üçün, yorumun üçün, abunə olduğun üçün. İndi gəlin imtahanlar haqqında danışaq, elə imtahan söhbəti düşmüşkən. İmtahanlar kompüter sistemlidir. Variantlı suallardır, başqa universitetlərdə açıq bir şəkildə olur imtahan. Amma çox orada məlumatım yoxdur, çox dəqiq danışa bilmərəm o mövzuda. Bizim universitetdə necədir ondan danışım. Deyim imtahanındakı kimi. Kompüterdir. Kompüterdə variantlı suallardır. Variantı işarələyirsən tık. Sonra imtahanı başa çatdıra basırsan, başa çatdırırsan və nəticəni görürsən. Bu qədər. Yəni bu qədər. Nəticəni gördün, 100. Bitdi. Çıxdın imtahandan. İmtahanı əsas binada, birinci mərtəbədə, elə tam girişdə o travma yer, o yəni qorxunc bir yerdir. VTM, virtual test mərkəzində verirsiniz imtahanı. Kompüterlər var, girirsiniz, oturursunuz. Öz kabinetinizə girirsiniz, imtahan başlayıb imtahan verirsiniz. Bu haqda gələndə öyrənərsiniz. Yəni çox da bir şey danışmağa ehtiyac yoxdur. Sentyabrda siz universitetə gələndə sizin ən yaxın imtahanınız midtermdir. Midterm aralıq imtahan deməkdir. Yəni semestr sentyabrdan yanvara kimi olan hissənin ortasında olan bir imtahandır. Aralıq imtahan bizdə səhv eləmirəmsə noyabrın 13-ü idi. Noyabrın 13-ü 14-dür. Noyabrın 13-14-ü aralıq imtahanı idi, yəni midterm. Midterm noyabrın 13-ünə qədər keçdiyiniz hissələri əsas fənləri. Məsələn, anatomiya, histologiya, biologiya idi. 3 dənə əsas fən var idi. Onların midtermləri var idi. Hər gün biri idi və imtahan 30 dəqiqə çəkir. Hardasa midtermdə 20 sual olur, 30 dəqiqə vaxtınız olur. Noyabrın 13-ü gedirsiniz anatomiya, 14-ü histologiya, məsələn, təxmin edirəm, sonra da biologiya. Bu fənləri o hissəyə qədər, keçdiyiniz hissəyə qədər verirsiniz. Digərlərini isə semestr imtahanında verirsiniz. Semestr imtahanında yenə anatomiya, histologiya, biologiya imtahanı verirsiniz. Üstünə bir də o birisi qeyri-tibbi fənlərində imtahanını verirsiniz. İmtahan haqqında bilməli olduğunuz da bu qədər. Yəni bilməli olduğunuz, hətta bilməli olduğunuzdan daha çox məlumat verdim sizə. Yəni burada gələndə də öyrənə bilərsiniz bunların hamısını. Çünki İlk dəfə gəlirsiniz deyə sizə hər şey izah eləyirlər, köməklik eləyirlər. Yəni demədiyim hissə də varsa, onu gəlib burada sizə köməklik eləyirlər. Biz hamımız elə öyrənmişik. Yəni heç kimsə, hamı təcrübəli gəlməyib ki, bura tibb universitetindən bax. Ona görə çox rahat olun. Yəni hamının ilk dəfəsidir yəni. Bir də o mövzu var idi ki, mənbələrdən soruşursunuz ki, dərsi hardan oxumaq lazımdır.
Tip çox geniş bir sahədir. Hardan istəyirsiniz oradan oxuya bilərsiniz. Amma imtahandan keçmək üçün sizə müəllimin tövsiyə elədiyi kitablar, mən məsələn birinci kursam, o birisi kursları bilmirəm. Anatomiyadan kafedra kitabı var. O kitabdan keçirdik dərsləri. İmtahanda oradan düşürdü. Həmçinin də histologiya, yəni kitabları müəllim sizə tövsiyə edir. Amma əlavə məlumatlı olmaq, gələcək üçün daha məlumatlı, geniş məlumata sahib olmaq istəyirsinizsə, xarici ədəbiyyatlardan da oxuya bilərsiniz. Yəni türkçə oxuya bilərsiniz. Xarici ədəbiyyat atlaslardan istifadə edə bilərsiniz. Anatomiya kafedrasının da anatomiya, histologiya kafedraların atlasları var, amma siz fərqli atlaslardan da istifadə edə bilərsiniz. Məsələn, mənim danışa da bilmədim. Çox sürətli danışıram. Beynimdə çox şeyləri demək istəyirəm deyə ağzıma gəlmir o sözlər. Mənim ən sevdiyim atlasım Netdir atlasımdır. Sizə bir Netdir tövsiyə edirəm. Netdir əslində bahalı bir kitabdır. Almanıza ehtiyac yoxdur. PDF-i sizdə olsa bəsdir. Netdirdə şəkillər mükəmməldir. Yəni tövsiyə edirəm Netdiri. Çox sevirəm. Videolarımda da var, görmüş olarsınız. Netdir anatomiya, insan anatomiya atlası. Sual var idi yataqxana haqqında. Yataqxananı da yenə deyim ki, mən təcrübə eləməmişəm. Digər məsələlər də şəxsi məsələlərdir ki, ev kiraya qala bilərsiniz qızlarla. Mən bunu daha çox üstün görürəm. Çünki mətbəx, hamam şəxsi olur da. Yəni 3-4 nəfər də olsa şəxsi olur. Amma düşünürəm ki, yataqxananı tam da bilmirəm. Yəni düzün deyim ki, yataqxanadakı vəziyyəti çox da bilmirəm. Amma deyəsən hər mərtəbədə birmi var, birmi hamam var. Nəsə də ümumidir. Yataqxanada bəzi şeylər ümumidir və bu sizin komfort zonanızdan uzaq ola bilər. Yəni bu qədər deyə bilərəm. Yataqxana haqqında da başqa məlumatım yoxdur. İstəsəz yataqxana haqqında və s. Universitet açılmağına yaxın məlumat toplayıb, orada qalanlardan məlumat toplayıb və başqa mövzularda da video çəkə bilərəm. Və burada başqa sual da var ki, sinif otağını, bufeti və şəxsi ehtiyaclarımızı qarşılayacağımız yeri kimdən soruşa bilərik? Anksiyetem tutur və s. yazıblar. Dediyim kimi, bunu da demişdim, hər koridorun başında nəzarətçilər olur. Məsələn, sinif otağını tapmaq istəyirsinizsə, danışmayayım da bunlar yenidən. Onlar sizin qrupunuzdan hansı otaqda olacağınızı bilirlər, əllərində kağız olur bu mövzuda. Bufeti, şəxsi ehtiyaclarınızı qarşılayacağınız yerləri və s. də onlardan da soruşa bilərsiniz. Hər kəsdən soruşa bilərsiniz, yəni ankastrens tutmasın. Demədiyim nəsə qaldısa, istəyirəm ki, bunu bir part çəkeyim. Yəni bir gün dərslərdən danışım, bir gün nə bilim tövsiyə videosu çəkim və s. bir neçə video halında çəkə bilərəm. Yəni bu ümumi bir videoydu birinci kurslar üçün. Ümidvaram ki, bütün suallarınıza cavab tapdınız. Çünki çox ayrıntılı bir şəkildə danışmağa çalışdım. Özümdə yoruldum danışanda. Ümidvaram sizi çox da sıxmamışamdır. Bura qədər dinlədiyiniz üçün, izlədiyiniz üçün təşəkkürlər. Dəstəyiniz mənim üçün çox dəyərlidir. Buradan əgər bu videonu izləyirsinizsə, siz Tibb Universitetinə qəbul olma şansınız çox yüksəkdir. Əgər izləyirsinizsə, hətta balınız çatır. Soruşanlar oldu ki, bal məsələsinin statistika çıxmamış, heç kəs deyə bilməz, heç kəsə inanmayın bu mövzuda. Ki universitetimizə xoş gəlibsiz. Sağ olun, salamat qalın. Əlavə suallarınız və video fikirləriniz, əsas da video fikirləriniz. Çünki video fikri tapmaqda sizin nəyə ehtiyacınız olduğunu mən çox da bilmirəm. Əgər siz yorum şəklində bunları yazsanız, mən gözdən keçirib sizə daha çox videolar hazırlaya bilərəm. Sağ olun, salamat qalın.